Gəlin birbaşa mətləbə keçək. Bugün biz sizi o məşhur, qan donduran, paranormal sirlərin içinə aparırıq. Amma bir fərqlə, biz bu hekayələri sadəcə danışmayacağıq, onları müasir elmin köməyi ilə hissə-hissə parçalayacağıq. Hazır olun, çünki bu təhlilimizin sonunda reallıq anlayışınız alt-üst ola bilər. Yaxşı, başlamaq üçün əsrlərdir yoxumuzu qaçıran o məşhur sualı verək. Siz həqiqətən də fövqəladə təbii qüvvələrin olduğuna inanırsınız, yoxsa beyniniz sizinlə sadəcə qaranlıq bir oyun oynayır? Bax, bugün məhz bunu tapmağa çalışacağıq. Birinci hissə. Tezisimiz belədir. Fövqəltəbii aləm tamamilə reallıqdır. Gəlin hələlik bütün skeptik fikirləri kənara qoyaq və bu qaranlıq dünyaya daxil olaq. Gəlin məşhur qorxu hekayələrinin xronologiyasına nəzər salaq, görək bu hadisələr illər boyu necə yayılıb. 1817-ci ildə Amerikadakı o məşhur Bell cadugarı əfsanəsindən başlayırıq, ardınca 1912-nin vəhşi Villisca balta cinayətləri, 1974-cü ilin səsküylü Amityville dəhşəti və nəhayət 1977-ci ildə İngilis tərəni lərzəyə salan Enfield poltergeisti. Siyahı həqiqətən qorxuncdur. Bu hekayələr arasında Bell cadugarı xüsusilə maraqlıdır. Təsəvvür edin, ailə hər gecə divarların döyülməsi, qaranlıq nəhəng bir kölgə və sən ölməlisən deyə pıçıldayan bir qadın səsi tərəfindən terror edilirdi. İşin ən qorxunc tərəfi isə 1820-ci ildə Kombelin yatağında ölü tapılması oldu. Yanında isə içində qara maye olan sirli bir şüşə var idi. O səs isə elə hey deyirdi ki, o mayeni mən içirmişəm. Dəhşətdir, elə deyilmi? 28. Düz 28 gün. Lutz ailəsi New Yorkdakı o məşhur Amityville evində cəmi bu qədər dözə bildi. Bir düşünün, əvvəlki ailənin yuxuda vəhşizəsinə öldürüldüyü bu evə köçürsünüz və ardınca qan axan divarlar, Jody adlı qırmızı gözlü iblisə bənzər bir varlıq və gecənin yarısı buradan çıx, qışqıran şeytani bir səslə üzləşirsiniz. Onlar evdən əşyalarını belə götürməyə macal tapmadan qaçmışdılar. Tam bir kabus. Amma bu hadisələr təkcə Amerika ilə bitmir. Gəlin qısa bir dünya turuna çıxaq. Polşadakı Ogrodaniet qəsrini qoruyan o nəhəng qara köpək xəyalətindən tutmuş, Cənubi Koreyadakı lənətli Gonjiyan psixiatriya xəstəxanasına qədər hər yerdə buna rast gəlirik. İtaliyada vəba qurbanlarının atıldığı o dəhşətli Poveglia adası, İndoneziyada isə 2-ci Dünya müharibəsinin qaranlıq izlərini daşıyan Lavang Sevu binası. Demək ki, ruhlara inanc bütün dünyanı bürüyən qlobal bir fenomendir. Bəs bütün bunlar nə deməkdir? Əsas sual budur. Biz doğrudan da hər tərəfi saran cinlər, ruhlar içində yaşayırıq, yoxsa bunun arxasında tamamilə məntiqli başqa bir izah var. Bəlkə də əsl kabusları elə biz özümüz yaradırıq. İkinci hissə. Antitezis. Elm sirri açır. İndi tonqal ətrafındakı qorxulu hekayələri bir kənara qoyuruq və məsələyə sırf elmi, dəqiq və tənqidi bir gözlə baxırıq. Məsələn, ən məşhur nümunələrdən biri Bermud üçbuzağını götürək. 1945-ci ildə Uçuş 19 adlanan 5 hərbi bombardman təyyarənin qəflətən yoxa çıxması ilə 10 illiklər boyu davam edən vəhşi mistik nəzəriyyələr ortaya atıldı. İnsanlar illərcə dənizin bu hissəsinin lənətləndiyinə və orada qaranlıq qüvvələrin fəaliyyət göstərdiyinə inandılar. Əfsanə ilə reallığı müqayisə etsək, mənzərə çox gözəl aydınlaşır. İllərlə bizə itkin düşmüş Atlantida texnologiyaları, fəzaya açılan portallar və ya qəfil metan qabarcıqları kimi nağıllar danışıldı. Amma reallıq nədir? Geoloqlar orada heç bir ciddi metan sızması tapmadılar. Əvəzində isə məlum oldu ki, hündürlüyü 30 metrə çatan və qəfildən yaranan nəhəng dalğalar, güclü qasırğalar və kompas xətaları o təyyarələrin aqibətini tam məntiqli şəkildə izah edir. Yəni, ortada heç bir sehir yoxdur. Lap elə tədqiqatçı Larry Cushing'in 1975-ci ildə sübut etdiyi kimi. O göstərdi ki, Bermud üçbucağındakı qəzaların sayı statistika baxımından okeanın hər hansı başqa səsküylü hissəsindən heç də fərqlənmir. Bu əfsanənin bu qədər uzun yaşamasının tək səbəbi medianın hadisələri şişirtməsi və biz insanların yaxşı və həll olunmamış sirlərə olan ehtirası idi. Üçüncü hissə. Sintez. Zehin elə xəyalətdir. Gəlin fövqələtdəbi iddialarla elmi faktları bir araya gətirək və ən böyük sirrin üzərindən pərdəni qaldıraq. Əmin olun ki, bütün bunların əsl mənbəyi insanın elə öz beynidir. Telekineziya məsələsinə nəzər salaq. Bayaq xatırlayırsınız, Enfield poltergeistində qızların otağında ağır meybellərin öz-özünə hərəkət etdiyini dedik. Hətta polis zabiti belə otaqda stulun anidən sürüşdüyünü iddia etmişdi. Telekineziya məhz budur. Əşyaları toxunmadan, heç bir fiziki təmas olmadan sadəcə zehinlə hərəkət etdirmək. Parapsixoloqlar buna əşyalara mistik enerji ötürməklə əlaqələndirsə də, elm tam başqa bir mənzərə yaradır.
Psixoloji təcrübələr göstərir ki, siz bir hərəkəti həddindən artıq intensiv şəkildə təsəvvür edəndə, yəni vizualizasiya edəndə, bədən qeyri-ixtiyari olaraq kiçik əzələ hərəkətləri edir. Beyin bizim motor qabiliyyətlərimizlə elə oynayır ki, qavrayışımız tamamilə aldanır və bizə doğrudan da hər şey zehinlə hərəkət etdirdiyimiz kimi gəlir. Hər şey beynimizin içində baş verir. Növbəti sırada prekognisiya var. Yəqin ki, həyatınızın hansısa anında içinizə elə bir hiss olub ki, sanki pis bir hadisə və ya bir faciə baş verəcək. Elə bil o qəribə 6-cı hissiniz oyanır və çoxları dərhal bunu paranormal bir vergi hesab edir. Amma maraqlıdır ki, elm burada heç bir mistika görmür. Əslində sizin beyniniz eyni ilə nəhəng bir superkompüter kimi işləyir. O, ətrafdakı mürəkkəb nümunələri tanıyır, fərqinə belə varmadığınız xırda detalları toplayır və gələcək hadisələrin ehtimallarını hesablayır. Biz isə beynin bu heyrətamiz analitik gücünü gələcəyi görmə və ya intuisiya adlandırırıq. Mələklər və ya pərilər yoxdur, sadəcə sürətli riyazi ehtimallar var. Yaxşı, bəs beyni kənara qorsaq, fiziki olaraq doğrudan da hiss edilən dəhşətləri necə izah edək? Məsələn, insanların üzərinə çöküb onları hərəkətsiz qoyan o qaranlıq iblisləri xatırlayırsınız? Bunun tibbdə çox aydın bir adı var. Yuxu iflici. Bu, insanın yuxuya gedərkən və ya oyanarkən şuurunun tam açıq olması, amma barmağını belə tərpədə və ya danışa bilməməsi vəziyyətidir. 8853. Bu sadəcə quru bir statistika deyil. Bu, Londondakı Goldsmiths Universitetində yuxu tədqiqatında iştirak edən insanların dəqiq sayıdır. Tədqiqatçıların kəşf etdiyi şey isə olduqca heyrətamizdir. Onlar zəif yuxu keyfiyyəti ilə paranormal hadisələrə inanmaq arasında çox birbaşa, qırılmaz bir əlaqə tapdılar. İşin əsl maraqlı tərəfi isə buradadır. Tədqiqatçı Alice M. Gregory kimi alimlər aşkar etdilər ki, yuxusuzluq problemi olan insanlar beynin bu cür sinir xətalarını çox vaxt ölümə yaxın bir təcrübə, ruh ziyarəti yaxud da şeytani bir varlıq kimi yozmağa meyillidirlər. Deməli, yuxusuzluq bizi birbaşa kabuslara inandırır. Gəlin bunu öz üzərimizdə hiss edək. Əgər nə vaxtsa yataqda kilidlənib qalmısınızsa və otağın küncündən üstünüzə doğru gələn qaranlıq bir siluet görmüsünüzsə, elm sizi əmin edir. O, bir cin və ya lənət deyil. Bu, sadəcə yuxu iflicidir. Beyniniz tam oyanıb hər şeyi görür, amma bədəniniz hələ də yuxu rejiminin gətirdiyi iflis halındadır. Beyin isə bu anormallığı, bu diskomfortu necəsə izah etmək üçün sizə qorxunc və hiperreallıq hissi verən halüsinasiyalar göstərir. Bu təhlilimizi yekunlaşdırarkən sizi olduqca vacib bir sualla baş-başa bıraxıram. Beynimiz inanılmaz dərəcədə güclü bir hekayə ustasıdır. Əgər öz zehnimiz bizə şeytanları, xəyalət səslərini və hərəkət edən əşyaları bu qədər qusursuz şəkildə uydura bilirsə, bəs onda hazırda beyniniz sizin üçün başqa hansı reallıqları saxtalaşdırır? Biz doğrudanmı yaşadıqlarımızın tək idarəçisiyik? Növbəti dəfə qaranlıqda bir səs eşidəndə dərhal qorxuya qapılmayın. Əvvəlcə beyninizin sizi necə möhtəşəm aldada biləcəyini yadınıza salın. Bizi izlədiyiniz üçün təşəkkürlər.